Niyə Allahı tez unuduruq? Allahı unutmamaq üçün insanın gündəlik bir proqramı gərək mütləq olsun. Niyə? Çünki biz maddi aləmdə yaşayırıq və günü-gündən də bu müasir zamanda texnologiya, dünyanın zahiri bərbəzəyi o qədər inkişaf eləyir, o qədər təcəlli eləyir, o qədər zuhura gəlir dünyanın gözü. Bu da şeytanın planlarındandır da, bu qabaqçı söhbətlərimizdə demişik. Səbəbi də budur ki, şeytan artıq o zuhur zamanına yaxınlaşdıqca, axır zaman gəldikcə insanları o İmam Zamana ehtiyacından istəyirlər ki, qəflət eləsin. Şeytan bu cür də insanları özündən alsın, öz fitrətindən alsın. İmam Zamanla kimlərin uyğunluğu ola bilər? O adamlar ki, fitrətinə qayıdıbdır. O adam ki, daim Allahlandır. Allahı yad edir. Allahın zikrindədir. Allahlandır. O mənəvi təharəti var. Odur şeytan insanları o Quran ayəsində işarə olunub ki, o müəyyən vaxta kimi Allah Taala ona möhlət verib, bilir ki, o zuhur zamanına kimi. Allahın höccətinin zuhur zamanına kimi. O qiyamətə kimi istəyirdi. Amma Allah Taala bilir, yox. Bir xüsusi bir vaxt var, müəyyən bir vaxt var, ona kimi, nə qiyamətə kimi. Şeytan bunu çox yaxşı bilir ki, bunun zuhur zamanı əl-qolu necə yığılacaq? Bəşəriyyətin başında imaməti kim öhdəsinə götürəcək? Kim imamət edəcək bəşəriyyətə? Allahın höccəti, vilayət sahibi. Vilayət sahibi ki, burada geniş bəhslər var. Amma şeytanın axırı zamanda odur ki, insanları o öz fitrətlərindən ayırmaq üçün bütün dünyanın gözəlliyini zuhura gətirir. Bütün dünyanın gözəlliyini zuhura gətirir. Dünyanın zahiri hamısı insanı Allahdan görürsən ki, qəflətə salır. Odur mütləq insanın gecə-gündüz bir dənə xəlvəti olmalıdır, bir proqramı olmalıdır ki, insan o anlarda Allahla rabitəsini elə gücləndirsin ki, hətta dünyanın içinə gedəndə, bazarın içində dolanda o ip qırılmasın, o əlaqə, rabitə qırılmasın, qəlb dünyaya məftun olmasın. Allahın ləzzətini, Allahın ünsünü görən insan dünya içində dolanda, dünya əhlinin içində dolanda, harada, hansı mühit fərqi yoxdur. Hansı ölkə olur olsun, Avropa olsun, Amerika olsun, fərqi yoxdur. Harada yaşasa, onun qəlbi daim Allahlandır. Odur mütləqdir insan. Sözüm, söhbətimizdə əsas o deyildim ki, imamların, övliyaların yaşam tərzinə baxmaq lazımdır. Onlar necə, onlar dünyadan məgər insanların içində deyildilər, insanların içindəydilər, dünyanın içindəydilər. Səhərdən axşama kimi insanların dünyəvi işlərindən də məşğul idilər, dünyəvi problemlərini də həll edirlər. Amma bir an Allahdan qəflətdə deyildilər. Ricalun la tulhihim ticarətun və la bey'un ən zikrillah və iqamissalah və itaz zəka. Allah Teala vəsf edir insanları ki, yəni mümkündür. Yəni mümkündür. Bəzi insanlar var, onları bazarda oturub alış-veriş eləmək Allahın zikrindən, namazı vaxtı-vaxtında qılmaqdan, zəkatı vaxtı-vaxtında verməkdən qəflətə salmır.